sabahınız xeyir olsun. Avtobazar Görsel YouTube kanalının və Avtobazar Görsel TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri, mən Sehran hər birinizi salamlayıram. Bu dəfə giriş videosu tam çəkmədim. Elə birbaşa Görsel maşın bazarının girişindən sizlər üçün çəkiş edirəm. Xatırladaq ki, bu günlərim ayın 4 iyul 2026-cı ildir. Həftənin 6-cı gündür. Görsel maşın bazarının fəaliyyətdə olduğu gündür. Tez-tez danışıram ki, uzatmayayım söhbəti. İlk öncə sizlərə ön tərəfdən çəkiş eləyəcəm. Daha sonra bazara daxil olaraq maşınların qiyməti haqqında ətraflı məlumat alacağım. Təbii ki, maşın sahibləri icazə versələr. Ön tərəfdən çəkişə başlayım. Bizim Görsel maşın bazarının girişidir. Bazarımızın girişində görürsünüz avtomobilləri, maşın bazarı haqqında maraqlanmağa gələnlər, maşın almağa gələnlər və həmçinin maşın satmağa gələnlər, yəni belə deyək, maşını satmağa gələnlər bazarın daxilindədirlər, maşın almağa gələnlərin maşınları bazarın xaricində, çölündədirlər, belə deyək. Bazarımızın möhtəşəm girişi gördüyünüz kimi, burada bazarımızda olan avtomobillər, Çeşka 06'lar, Opel'lər, gördüyünüz kimi, orada bir dənə Kia Optima'mız var, başqa bir Çeşka 06'lar, 07'lər, Chevrolet Cruze, orada bir Opel, Hyundai. Və həmçinin burada dedim 07'lər görürsünüz. Çox uzatmayacağım. Ya Allah, bismillah eləyib işimizə başlayacağıq. Allah hər kəsin işini avand eləsin. Allah hər birimizin işini avand eləsin inşallah. Ya Allah, bismillah. Dəyərli, hörmətli YouTube izləyiciləri, TikTok səhifəmiz izləyiciləri, 06 həvəskarları, özünə yaxşı 06 ad sürmək istəyən izləyicilərimiz videoya diqqətlə baxsınlar. Ətraflı çəkiliş eləyəcəm. Və inşallah ki, qardaşımız məlumat verəcək. Salam aleyküm qardaş, sabahınız xeyir olsun, bazar olsun, uğur olsun. Sağ olun. Məlumat alaq zəhmət olmasa. İli 94. Aha, motor 03. Karobka 5. Motor yağ yemir. Xeyr. Karobka 60. Xeyr. Difrində səsi. Xeyr. Yoxdur. Belə periodok sistemi falan, yəni ümumi bir xadava ismi yaxşı iş vəziyyətdədir. Sizdə olarkən udarı, vuruğu olmayıb. Qiymət 4200. 4200, yəqin ki, son deyil, razılaşacaqsınız. Razılaşma yolu olacaq. Telefon nömrə eşidir. 055 Aha. 279 19 94. 055 279 19 94. Adın? Zamin. Zamin. Bu maşına Görsəldə baxmaq mümkündür. Bəli. Hansısa maşınla barter edəcəksən, yoxsa nağd pula ehtiyacın var? Yox. Nağd pula ehtiyacım var. Deməli, əziz izləyicilər, Zamin qardaşdan məlumatı aldım. Daha ətraflı çəkişi verin. Bu suyu deyirsiniz nədir? Yəni yağış yağırdı. Ona görə yəni bu su belədir. Deməli 94. Motor 03, Karobka 5. Difrdə səsi yoxdur. İli 1994-cü il istehsaldır. Motor, Karobka, xadavoy sistemi əla vəziyyətdədir. Periodok əla. Yüngülbəsər belə kosmetik işləri ola bilər. Bu da böyük bir önəm kəsb eləmir. Salon səliqəlidir. Gördüyünüz kimi. Və burada maşınımızın 3 yeri gördüyünüz kimi STB olunub, 5 şunka olunub, belə deyək. Və gəldik. Belə xırda para, kosmetik işləri var da böyük bir əhəmiyyət kəsb eləmir. Salon səliqəlidir. Burada bir qəşəng belə bir suvenirimiz də var 06. Beter 06 nömrə ilə. Və gəldik əsas maşınımızın əsas yerlərindən demək olar. Birincisi olan mühərrik yerinə. Mühərrik 03 motordur. Yağ yemə falan qətiyyən maşın sahibinin verdiyi məlumat görə yoxdur. Akkumulyator normal vəziyyətdə. Maşın sahibi bir də məlumat verir ki, bizdə olarkən vurğu udarı olmayıb. 4200 start qiymətlə Görsel maşın bazarındadır. Təbii ki, real alıcıya maşının yanında endirim olunacaq. Əgər sizə bu maşın maraqlı gələrsə, maşın sahibi Zamin qardaşımız telefon nömrəsi qeyd elədi. O nömrəyə zəng verərək həm bu 06-ya ətraflı baxa bilərsiniz, həm də ətraflı məlumat ala bilərsiniz. Hörmətli YouTube izləyiciləri, 07 həvəskarları, sizlər üçün Görsel maşın bazarında Vaz 2107 markalı avtomobilin çəkişini eləyəcəm. Məlumatları özüm verəcəm. Bir dənə telefon nömrəsinin sahibindən yəni eşidəcəyik. 2009 injektor, motor, karobka, xadavoy sistemi əla vəziyyətdədir. Maşın sahibi dəyişəni falan olmayıb ki. Amma rəhdəyən yerləri var. Rəhdəyən yerləri var. Maşın sahibi qeyd edir ki, dəyişən detalı yoxdur. Rəhdəyən yerləri var. Və belə xırda belə bir kosmetik işi var. Deməli, motor yağ yemir, karobka atmır, difrdə səsi yoxdur. Qiymət 7500 manat bu günlərin bazar qiyməti. Təbii ki, real alıcıya endirim olacaq. Maşın sahibinin telefon nömrəsi 051 aha 388 96 90.
051 388 96 90. Maşın sahibinin adı İsmail. Harda baxmaq olar? Göyçayda. İsmail, hansısa maşından barterə gedərsənmi? Naqd ehtiyacım var. Deməli 7500 manat start qiymətlə bazarımızdadır. Və təbii ki, yenə də deyirəm, real alıcıya endirim olunacaq. 06 nömrə ilə Ağsu əhalisinə buradan atəşli salamlar olsun. Maşın göz qabağındadır. İstəyən şəxs İsmail qardaş nömrə qeyd elədi. O nömrəyə zəng vuraraq təbii ki, gəlib maşının yanında maşına həm baxa bilər, həm də ətraflı məlumat ala bilər. Sizə də bu maşın maraqlı gələrsə, maşın sahibinin qeyd olunan əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz. Bu 07 haqqı. Hörmətli YouTube izləyiciləri, Opel Astra G həvəskarları, sizlər üçün Göyçay maşın bazarında qırmızı rubin rəngi deyək. Mən buna rubin rəng deyirəm. İndi kommentdə özünüz bildirərsiniz nə rəngdir. Opel Astra G çəkib göstərəcəm. Qısa bir məlumatı maşın sahibindən alacağıq. Daha sonra ətraflı özüm çəkib göstərəcəm. Salam əleykum qardaş. Sabahınız xeyir olsun. Allah bazar yetirsin. Çox sağ olun. Məlumat gəlsin, zəhmət olmasa. İli neçənci ildir? 98 ildir, 1.6 sadə motordur. Aha. Avtomat qarobka. Aha. Yəni maşının bugünkü günə heç bir problemi yoxdur. Yəni sadə arxasında bir iki xırdapara işləri var. Aha. Başqa da heç bir problemi yoxdur. Problemi yoxdur. Qiymət nədir? Qiymət 8000 deyirəm. 8000. Real alıcıya da endirim edirəm. Endirim edəcəksiniz. Telefon nömrəsi işlək. 070 291 36 35. Adın? Cavid. Cavid. Harda baxmaq olar? Qəbələdən. Qəbələ əhalisinə buradan atəşli salamlar. Cavid, hansısa maşınla barterə gedərsən? Barter yox. Nağd satışda Nağd pleti. satışda. Sizdə olarsan Cavid, vuruğu, udarı, dəyişən detalı. Heç biri. Kim Olmuyor. baxacaqsa gəlib Ustası ustasına ilə bəli, baxsın. Gəlsin, Yəni baxsın. maşına cavab verir. Bəli, Xırdapara elə beləməsin, batıqlar var, onlar Bildim. şeylərdir qapının. Bildim. Cavid qardaş gözəl bir söz işlətdi. Gələn ustası ilə gəlsin. İndi isə mən məlumatları təkrar edim. İli 98, 1.6 sadə motor. Avtomat. Motor yağ yemir. Karofka gecikmir. Kadavor sistemi əla vəziyyətdə. Qısa arxasında, yəni qısa deyəndə xırda arxasında baxın, belə bir problemi var. O da bəli, kraskası tökülüb, belə bu günlərin Cavid qardaş idarə eləyirsə, alan şəxs belə də idarə eləyə bilər. Onu yəni düzəltdirib də idarə eləyə bilər. Böyük bir xərci də yoxdur. Baxırıq. Sumqayıt nömrəsi Sumqayıt əhalisinə salam olsun. Buradan 50 Sumqayıt seriyasıdır. Aha, ürəkli bas dedi. Deməli, deyir maşının dilin anası bilir də, yəni yiyəsi bilir. Baxırıq. Aha. 4. Bəli, 4. Bağında şüşələr avtomatik bağlanır. Kondisioner var bunlarda. Kondisioneri İşlək var. vəziyyətdədir. İşlək vəziyyətdədir. Kondisioneri işləyir. 4 qapı podyomnikdir. Avtomat sürətlər tutur. Gecikməsi falan yoxdur. Deməli, baxın, yük yeri belə vəziyyətdədir. Yəni bunu belə qalxısacam özüm. Burasına bir dənə qalxıyor, özüm bax. Baxın. Baxın belə vəziyyətdədir. Germetkasından bəli, belə üstündədir. Maşın sahibinin verdiyi məlumata görə maşın, yəni onlarda olarkən vuruğu, udarı, dəyişən detalı olmuyor. Və gəldik maşınımızın ön sürücü tərəfdən biri deyə. 4 şüşə avtomatik qalxıb emir, yan güzgülər idarə olunur və deməli 268.928 kilometr yürüş göstərdi bizə. Avtomat sürətlər qutusudur. Karofkada gecikməyi falan yoxdur. Gördüyünüz kimi şiddət çatdaq partdağı yoxdur və gəldik maşınımızın mühərrik yerinə. Əsas mühərrik yeri Opel ayaqaltılardır maşına. Yəni həm salon, həm belə ayaqaltılar maşına zövq verir də, zövqə görə yığılıb. Gördüyünüz kimi gəldik maşınımızın bunu qaldır. Mən buradan belə edeyim. Aha, 1.6 sadə motor. Gördüyünüz kimi akkumulyator da yaxşı vəziyyətdə yerində və çəkdib göstərdim. Həm Cavid qardaş məlumatları qeyd elədi, həm də mən təkrarladım. Sizə də bu Opel Astra G maraqlı gələrsə, maşın sahibi telefon nömrəsi qeyd elədi. O nömrəyə zəng vurub həm bu maşın haqqında ətraflı məlumat ala bilərsiniz, həmçinin də gəlib bu maşına yaxından baxa bilərsiniz. YouTube izləyiciləri 06 həvəskarlar sizlər üçün Göyçay maşın bazarında belə deyək, növbəti Vaz 2106 markalı avtomobilin çəkini eləyəcəm. Təbii ki, maşın sahibindən qısa bir məlumat alandan sonra. Salam əleykum qardaş, bazar olsun. Qısa bir məlumat, Allah rəhmət olmasa. İli motor 11
Karobka 4. 4-dür. Diferində səsi falan. Yox, yox. Səndə olarkən udarı, vuruğu. Heç nə, Zavaskoy maşını, heç buynuzları üstündə. Aha. Qiyməti nədir? Qiyməti 3000-ə deyil. 3000-ə deyirsiz, yəqin ki, endirim olunacaqdır. Bəli, bəli. Telefon nömrəsi gəlsin. 051 Aha. 353 91 94. 051 353 91 94 adın? Elnur. Elnur, maşına harda baxmaq olar? Göyçay. Göyçayda öz əhalimizə də atəşli salamlar. Elnur, hansı maşınla barterə gedəsən yoxsa Yox, nağd pula? yox, nağd Nağd pula. pula ehtiyacım var. Elnur qardaşdan məlumat aldıq. Bir daha mən sadalayım. İli 88. Motor 011, karobka 4. Diferdə səsi yoxdur. Maşınımızın yəni üzdən üzə kosmetika ehtiyacı var, amma istəyən şəxs belə idarə edə bilər. Necə ki, maşın sahibi belə idarə eləyir. 49 seriya saatlı əhazisinə buradan atəşli salamlar. 3000 start qiymətdir maşınımıza. Təbii ki, real alıcıya maşına baxdıqdan sonra endirim olunacaq. Baxırıq. Gördüyünüz kimi salon normal vəziyyətdədir. Yəni qapılarda həmişə mən çox vaxt ilişirəm. O da yəni mənim təxtimdəndir ki, ya möhkəm vurmuram, ya da ki, rezinlər təzə olur deyə ona görə qapılar tam açılmır. Zavaskoy. Aha, baxırıq. Baxın, stəkan yerləri belə vəziyyətdədir. Burada yük yeri belə vəziyyətdədir. Maşın sahibi qeyd edir ki, zavoddur. Və gəldik sürücü tərəfdən salona. Baxın, sürücü tərəfdən salon da belə vəziyyətdədir və indi maşınımızın mühərrik yerinə nəzər yetirəcək. Daha sonra isə Ana da Zavaskoy. aha, baxırıq. Mühərrik yeri gördüyünüz kimi 011 motoru, yağ yeməyi yoxdur, akkumulyator normal vəziyyətdə belə çəkdim, göstərdim. Maşın sahibi də məlumatları qeyd elədi. Sizə də bu 06 maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsinə zəng vuraraq həm bu 06 haqqında ətraflı məlumat ala bilərsiniz, həm də yaxından baxa bilərsiniz. YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri. Sizlər üçün Göyçay maşın bazarında Mercedes-in əfsanəsi, Mercedes Y260 markalı avtomobilin çəkisini eləyəcəm. Bir dənə maşın sahibindən qısa bir məlumat alacağım, daha sonra ətraflı çəkişə başlayacağım. Salam aleyküm qardaş, bazar olsun. Sağ ol. Qısa məlumat alaq. İli neçənci ildir? 87. 87, ay maşallah. Motor 2.6. Avtomat, mexanik? Avtomat. Belə kosmetik işə ehtiyacı var. Motordur, xadavoy sistemidir, karobkadır. Problemi varmı? Karobkada yoxdur problem. Motorda yüngül yağ yemədir. Yağ yemə var. Belə xadavoy sistem, periodku falan Əl gəzdirilməlidir. gəzdirilməlidir. Sizdə olarkən vuruğu udarı Yox, olmayıb. Qiyməti nədir? 3000. 3000 qutarandır yoxsa? Yox, deyil işte. Yəni deyilişdir. Yəqin ki, endirim olunacaq. Olacaq da. Telefon nömrəsi işdir. 051 569 15 82. 051 569 15 82 adın. Sənə. Sənəm, harda baxmaq olan maşına? Göyçayda. Göyçayda, şəhərdə, Göyçayın şəhərinin özündə olsun. Sən hansı maşınla barterə gedirsən, Barterə yoxsa nağd satış pula ehtiyac var? olsa ucuz maşın 011 zad olsa üstündə pul almaq. Üstündə pul almaq şərtilə. Dəyərindən ucuz olsun, amma üstündə pula ehtiyac var. Hə. Deməli, sənin qardaş məlumat verdi. İli 87. 2.6 motor, əfsanə motorlardan, avtomat. Belə deyək, karobkada gecikməyi yoxdur. Xadavoy sistemi belə normal vəziyyətdədir. Amma motorda yüngül yağ yeməyi var. Start qiyməti 3000. Real alıcıya təbii ki, endirim olunacaq. Maşının yanında. Maşın sahibi sənin qardaş qeyd elədi ki, endirim eləyəcək. Salon normal vəziyyətdə. Baxın. Yəni gördüyünüz kimi belə həm arxa sərnişin, həm də ön sərnişin tərəfin salonu yaxşı, normal vəziyyətdədir, belə deyək. Burada nə qədər yükümüz var. Mən buranı ən yaxşı çəkməyim. Burada yüklərimiz var. Mən buranı çəkməyim. Gəldik sürücü tərəfdən salona. Avtomat sürətlər qutusudur. Gördüyünüz kimi problemsiz falan. Şiddət çartdaq, partdaq gözə dəymir. Gəldik maşınımızın. Bir dənə sənə mühərrik yerini qaldıraq. Mühərrik yerinə. Maşınımızın yüngül kosmetik işə yəni ehtiyacı var üzdən üzə. Mühərrik yerdə 2.6 motor. Yüngül yağ azaltmağı dedim var. Azaltmağı var. O da yəni danışılacaq. Bəlkə ola bilsin sənin qardaş qiyməti elə hamısını nəzərə alıb 3000-ə deyib. Yəni ola bilər ki, də yəni qiymətdə yenə endirim oluna bilər. Sizə bu maşın maraqlı gələrsə, maşın Göyçay rayonunda, Göyçay şəhərində yerləşir.
Sənan qardaş da nömrə qeyd elədi. Telefon nömrəsinə zəng vuraraq bu maşına daha ətraflı və geniş baxa bilər. YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri 07 həvəskarlar. Növbəti baz 2107 markalı avtomobili çəkişini edəcəm. Amma maşın sahibindən bir məlumat alaq. Salam aleyküm qardaş. Aleyküm. Bazar olsun. Sağ olun. Məlumat alaq zəhmət olmasa. Maşın 2006, Aha. motor karbüratör, Karbüratör. 4 dənə təzə təkər, çürüyü yoxdur. Difrində səsi. Sif yerində səs yoxdur. Korobkada atmağı falan. Korobkada atma yoxdur. 5'li korobka. 5'dir. 5. Belə yüngül kosmetik şey ehtiyacı var. Qiymət Qiymət 4000 hissə deyirəm, razılaşarım. 4300-ə deyirsən, razılaşarsan. Əlaqə nömrəsi qeyd edin. 050 Aha. 775 92 73. 050 775 92 73. Bəli. Adın Kamran. Kamran Göyçədə baxmaq mümkündür. Çərək kəndindən. Sərəkə kəndində baxmaq mümkündür. Hansısa maşınla bateriya girərsən, Kamran? Yox. Naqla ehtiyac var. Deməli Kamran qardaşdan məlumat aldıq. İli 2006-dır. Karbüratördur. Motor, korobka, xadovoy sistemi əla vəziyyətdədir. Yüngül kosmetik işə ehtiyacı var. 4300 bugünkü bazar qiyməti. Real alıcı endirim olunacaq təbii ki. Baxırıq, salon yaxşı vəziyyətdədir. Baxırıq. Salon belə. Və açar səndədir. Yoxsa üstündədir? Bir dənə gətirib buranı qaldıraq. 23 seriyası Göyçə əhalimizə atəşli salamlar olsun. Elə bax Göyçə maşın bazarından. Və yük yeri baxın belə vəziyyətdədir. Kamran sizdə olarkən dəyişəni, vuruğu, udarı Bizdə olanda yox, amma əvvəl olur. əvvəl hansı detalları? Maraqlanmamışam. Maraq. Aha, maraq. Elə alıb özünü Hə, sürməyə indi pula ehtiyac olduğu üçün yəni satırsınız. Bir dənə oranı da qaldır. Aha, mühərrik yerinə baxırıq. Deməli, karbüratör nə motorudur? Bu 06-dır. 06 motordur, karbüratördur, akkumulyator yaxşı vəziyyətdə, yağ yeməyi falan yoxdur. Yoxdur. Belə, Kamran qardaşdan məlumat aldıq. Mən də təkrarladım. Sizə də maşın maraqlı gələrsə, maşın sahibi Kamran qardaşımız telefon nömrəsi qeyd elədi. O nömrəyə zəng vuraraq bu maşın haqqında daha ətraflı və geniş məlumat ala bilərsiniz.